Bu gün Hacıbədi rayonunun Şəlmanlı kəndindəyik. Antiterror şəhidimiz Kapitan Mahir qardaşımızın 2-ci il dönümüdür. Onun ailəsinin və ocağının bugün yanına gəldik, onun ilinə gəlmişik. Bugün antiterror şəhidimizin, qardaşımızın ilini ata, ana, yoldaşını, bağları edidir, xalq ilə uyğun millət buradadır. Biz özümüzə bir boş bildik. Bugünkü gündə atan-ananın yanında, evladın yanında, qardaşımızın evində, insan süfrəsində iştirak eləməyə. Mahir qardaşımız çox cəsur, sürayətli, gözəl döyüşçü olub. Onun üçün mənə yadigar övladı qalıb, 2 oğul bir qız. Bugün də özümüzə gəlib bir boş bildik, ataya, anaya, bacıya, baş sağlığı veririk. Allah sizlərə səbir versin. Allah yerin cənnət eləsin, şad olsun. Mahir timsalında bütün şəhidlərimizin şad olsun. Bugün antiterror şəhidlərimizin il dönümüdür hamısının. Azımızın xalqında çoxdur, matəmdir, 200-dən artıq şəhidimiz var bugün. Onların hamısının ilidir. Bugün də ən gözəl, qürurlu, fəxr edirəm ki, belə gözəl komandir, belə gözəl hərbiçimizin evindəyik. Onun ailəsinin yanındayıq. Ata və baş sağlığı veririk. Mən şəhid Mahir Cəfərovun atasıyam. Mən bütün şəhidlərimizdən fəxr edirəm. Hamısıyla, Allah Taala hamısına rəhmət eləsin. Yerləri cənnət olsun. Mahir çox yaxşı, ürəkli, qorxmaz, cəsur bir oğludur. Nə deyim, vallahi heç səslər dərdim. Sən danış bana. Allah məqamları ucu olsun. Rəbbim çoxdansan balalarına ömür versin. Mahir gözəl hərbiçi olduğuna baxmayaraq gözəl ailə başçısıydı. Çox mehriban, qayğıkeş, hər cəhətdən çox yaxşı idi. Mən heç bir zaman heyslənmirəm ki, Mahir mənim həyatımda olur. Mən həmişə onunla fəxr edirəm. Ölüncə də onunla qürur duyacam. Mən çalışacağım ki, onun balaların onun adına layiq böyüdəm. Mən ölüncə ona borçluyam. Bizim hamımız ona borçluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim hamımız şəhidlərə borçluyuq. Şəhidlərin sayəsində bugündəyik. Bugünə gəlib çıxıb onların ihsan süfrəsindən hər tədbirlərini edirik. Allah həyat yoldaşlarına, şəhidin həyat yoldaşlarına da səbir, dözüm, güc versin ki, şəhidimizin balalarını saxlayaq. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Asif dayıya da, Nurda xalıya da hamısına səbir versin. Bacımıza da Allah səbir versin, güc qüvvət versin ki, övladların, yoldaşının adına layiq olaraq böyüsün. Allah sizə də ömür versin ki, daim bunların yanında olasınız. Çox sağ olun. Çok sağ ol. Allah sizlərə hamısı razı olsun. Allah sizlərə